Yunan samanı olarak da bilinen samanlık gül dəfnəsi yarpaqlarının faydaları və istifadəsi. Başlamazdan əvvəl ən son videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və zəngə basmağı unutmayın. Əgər telefonunuzdan izləyirsinizsə, parametrlərinizə daxil olduğunuzdan və bildirişləri yandırdığınızdan əmin olun. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Samanlıq gül dəfnəsi yarpaqları dünyanın bir çox isti ölkələrində yetişdirilir və ən çox Hindistan yarımadasında ədviyyat kimi istifadə olunur. Bu yarpaqlar 6000 ildən çoxdur istifadə olunur və təzə, tər və ya toz şəklində istifadə edilə bilər. Onların tərkibində kalsium, fosfor, dəmir, kalium, lif mineralları və K vitamini var. Xolesterol səviyyəsini aşağı salmaq xüsusiyyəti ilə məşhurdur. Bu, xüsusilə çay kimi istifadə edildikdə yaxşı təsir göstərir. Bu yarpaqlar həmçinin 2-ci tip diabetdən əziyyət çəkənlərə kömək edə bilər. Çünki insulin müqavimətini azaldır və qan şəkəri səviyyəsini tarazlaşdırır. Yarpaqları da biraz bal ilə macun halına salıb birbaşa dəriyə sürtmək olar. Bu, burundakı qara nöqtələrdən qurtulmaq və sızanaqları aradan qaldırmaq üçün də əla vasitədir. O, həmçinin soyuducu təsirə malikdir və dəridə qırmızı ləkələri və iltihabı azaldır. Samanlıq gül dəfnəsinin həmçinin vərəm və bronxitdən əziyyət çəkənlərə kömək etdiyi sübut edilmişdir. Dodaqlarınız tez-tez çatlayırsa, onları sağaltmaq və nəmləndirmək üçün samanlıq gül dəfnəsindən hazırlanmış macunu tətbiq edə bilərsiniz. Biraz bal və suya bir xörək qaşığı samanlıq gül dəfnəsinin yarpağının tozunu əlavə edərək çəmən macunu hazırlaya bilərsiniz. Sonra bunu sadəcə lazım olan yerə tətbiq edin. Bu yarpaqların çox istifadə edilən faydalarından biri süd verən analara ana südünün körpə üçün daha qidalı olmasına kömək etməkdir. Bunu etmək üçün seçdiyiniz sağlam şorbaya bir fincan doğranmış samanlıq gül dəfnəsi yarpaqlarını əlavə edin. Bu, sağlamlığa böyük bir təkan verəcəkdir. Bir çox digər göyərti kimi samanlıq gül dəfnəsi arıqlamaq üçün istifadə edilə bilər. Bunu etmək üçün samanlıq gül dəfnəsi tozu və isti su istifadə edərək bitki çayı hazırlayın. Alternativ olaraq təzə yarpaqları bir gecədə soyuq suda isladıb, yarpaqları çıxarmaq üçün süzüb sonra içə bilərsiniz. Bəzi əlavə sağlamlıq faydaları üçün zəncəfil, darçın və bal da əlavə edə bilərsiniz. Arıqlamaq üçün bu çayı gündə 2-3 dəfə ac qarnına içməyə çalışın. Bu maddələr mübadiləsini və immunitet sistemini gücləndirəcək. O, iştahı da müvəqqəti olaraq boğaraq həddindən artıq yeməyin qarşısını alır. Samanlıq gül dəfnəsi yarpaqlarında olan suda həll olunan liflər qəbizliyi aradan qaldırmağa kömək edir. Samanlıq gül dəfnəsi yağı və toxumları da son dərəcə faydalıdır. Daha çox şey öyrənmək üçün bunlar haqqında digər videolarımıza baxın. Dinlədiyiniz üçün çox sağ olun. Daha çox belə videoların gəlməsini istəyirsinizsə, bu videonu bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın. Digər faydalı videoları izləmək istəyirsinizsə, kanala keçid edə bilərsiniz.